Bundan da gözəli sizə qismət olsun inşallah dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız dostlar. Şualandayım. Elit məhəllələrin birində ekonom bir bağ evi çox satışa. Mən də gəldim, çəkim sizə təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Dostlar, sizin fikirləriniz bizim üçün çox önəmlidir. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa, istənilən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Deməli dostlar, yolu qapıya kimi asfaltlı su qaz işıq daimidir, sənədləri qaydasındadır, ipotekaya yararlı bir evdir. Qiymət barədə məlumat verməyəcəm. Kimə maraqlı olsa əlaqə saxlasın, qiymətini telefonda deyəcəm. 3 sot torpaq sahəsində belə bir möhtəşəm ekonom bağ evi. 210 kvadratlı evin daxilində ev haqqında məlumat verəcəm. Girişdir, jalüs darvaza yanında əl qapısı, girişdən evin görünüşü. Həqiqətən də çox möhtəşəm görsənir, maşallah olsun. Səliqəli, tikinti zamanında yüksək keyfiyyətli materiallardan istifadə olunub. İnşallah gələndə görərsiniz ki, sözümüzdə yalan yoxdur. Deməli dostlar, sol tərəfdə yaşıllıq zolağı var, böyük filtrli hovuz var. Evin sağından, arxasına geniş bir ərazi var, keçidi üçün. Yəni, evin sağından solundan hava işləmək üçün yetərincə yer var. Bura böyük bir terası, besirka kimi də təbii ki, istifadə etmək olar, görürsünüz. Mebeli yığılıb, mətbəx mebeli, evin mətbəxindən bura çıxış var və burada da manqalı. Hovuzu da gördünüz. Gəlin, buradan həyəti sizə təqdim edim. Böyük vitraj pəncərələr həyət açılır. Bu da həyətin görünüşü. Qısa olaraq evlə tanış olaq. Evə daxil olduq, dostlar, belə bir holumuz mövcuddur. Ümumi olaraq birinci mərtəbə istif oldu. Deməli, girişdən sağ tərəfdə qonaq otağı yerləşir. 210 kvadratlıq bir evdir. 4 yataq otağı var, 3 yataq otağı var bu evdə dostlar. 210 kvadrat yetərincə böyük bir kvadratdır. Deməli, ümumi olaraq birinci mərtəbə istif oldu və kervo qranitdir. Hündür tavanlıdır, rəng seçimləri əladır. Vurğuladım, böyük vitraj pəncərələr həyətə açılır. Girişdən sol tərəfdə isə mətbəx yerləşir. Bu mətbəxdən də təbii ki, çöldəki terasa, çöldəki mətbəxə çıxış var. Belə bir qardırob yığılıb dostlar. Bura birinci mərtəbənin ümumi hamam otağıdır, sanitar qovşaqla bir yerdə. Burada ki, balaca bir ütü otağı, paltaryon falan qoymaq üçün burası bir otaqdır. İkinci mərtəbəyə qalxan pilləkəni görürsünüz. Pilləkən qəfəsi şüşədir. İşıqlı bir evdir. Qiymət də ki, münasibdir. Bir də vurğulayıram, əlaqə saxlayarsın inşallah. Qiyməti barədə mən telefonda sizə məlumat verəcəm. Burada ikinci mərtəbənin holu. Gəlin, buradan başlayaq. Bura əsas hamam otağıdır ikinci mərtəbənin dostlar. Sanitar qovşaqla bir yerdə təbii ki. Bura bir yataq otağı. Bura balaca bir otaq. Burasında eləmək olar. Nə istəsiniz? Qardırob otağı eləmək olar. Balaca uşaq yatağı eləmək olar. Əsas 3 böyük yataq otağı var dostlar. Bura böyük bir yataq otağı. Bu yataq otağının daxilində özünün sanitar qovşağı, hamam otağı ilə bir yerdə və böyük vitraj pəncərələr həyətə açılır. Və bu da sonuncu yataq otağı dostlar. Eynisinə bu yataq otağı da genişdir və böyükdür. Və buradan da balaca bir balkonu var. Deməli dostlar, şu alanda 3 sotda 210 kvadrat, 4 otaq, super təmirli bağ evi təcili olaraq satılır. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.